Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər, oyunçulardan ibarət Respublika çempionatı və bugün maraqlı bir görüşdə bir yerdə. Hansı ki, Xan və Neftçi kollektivləri üzrədir. Hər iki komanda uğurlar arzu edirik, güclü olan qalib olsun deyirik. Maraqlı məhsuldar oyunun şahid olacaq meydandan sağ tərəfdə biz. Ən formada biz Neftçi kollektivi, sol tərəfdə isə Xan kollektivini görürük. Oyun sürətli başladı, bu yüksək temdə bir qarşılaşma izləyəcəyimizə müjdədir. Qarşılıqlı mübarizə izləyir, burada müdaxilə var idi. Eldar Tarverdiyev zərbə indirməyə orada imkan verilmədi. İbrahim Namazov müdaxilə etməyə bacarmışdı. Topu da müdafiədən çıxartdı. Hətta indi rəqsum şansı Əkrəm Kərimov rəqiblə mübarizə aparır. Bugün oyundan öncə məhz Neftçi kollektivindən həm istər valideynlər, həm də istər məşqçi ilə həm söhbət oldum və komandanın əsas qol silahı meydanda deyil, Raul Rəşidov zədəsi səbəbilə bugün qarşılaşmada deyil. Şəfa diləyirik. İnşallah ki, növbəti oyunlarda biz onu yeridə meydanda görəcəyik. İndi Xanın əmləsi burada İbrahim Namazovun müdaxiləsi çox kritik yerində alındı. Fatih Camolov da uzaqlaşdırmışdı. Topa idi müdaxilə, mübarizə davam edir. Refer davam etmələrini istədi. Xan oyuncuları burada topu uzaqlaşdırmışdı. İbrahim Namazov rəqibini təqib edir. Eldar Tarverdiyev rəqibini qabaqlama bacardı. Fatih Camolov. Ev yok Sezan, ev yok. Bravo. İnşallah oynuyoruz. Bravo Agi. Atan Nur Əliyev. Ekremə topu çatdırmaq istəyirdi, alınmadı. Bir müdaxilə isə Fəzal burada müdaxilə etmişdi. Eldar Tarverdiyev. Osman Vəliyev düşürdü, Fəzail. Bir qədər sürətli ötürməkdə topa çatmaq mümkün olmadı. Qapıdan zərbə Fatih Camolov. Eldar Tarverdiyev, Cihat Osman var idi, məsəldir. Ona doğru ötürməsi. Çətinlik çəkili topu meydanda saxlamağa məhz Osman Vəliyev. Altın Xan kollektivi topu oyuna daxil edir. Uzaq məsafədə indirilən zərbə qapı itirib. Ondakı ən real qol epizodunu izlədik. Asxan oyuncularından gəldi. Hər şey yaxşı qurtardı. Neftçi adına Eldar Tarverdiyev. İki dəfə hərarətəsində topu çıxarmaq istəyirdi referi. Eldar ayağa qalxması istədi. Qayda pozuntusu qeydə almır. Zərbə imkan verilmədi. Orada İbrahim Namazov müdaxilə etməyə bacarmışdı. Deməz, çobulluq qeydə alındı. Bir daha xatırladaq. 10 yaşlardan ibarət Respublika çempionatı Xan və Neftçi komandaları üz-üzədir. Duran top şansı standart vəziyyət. Təhlükəli bir əmr olacaq. Qapıcı deyəsən 3 nəfərlə ibarət canlı səhədi istədi. Bəli, 3 nəfərlə ibarət canlı səhədi qurulur. Görək Xan bu standart vəziyyəti necə yerinə yetirəcək. Bir ev tapşırığına bəzir ötürməklə başladılar. Birbaşa zərbə almadan Fəzail. Rəqibinə keçmək bacardı. Fəzail! Hətta Nur Əliyev orada rəqiblə mübarizə aparırdı. Korner olacaq zənnimcə. Bəli, Neftçi adına kökdən zərbə yerinə yetirəcək. Rəqibin standart vəziyyətini öz lehlərinə çevirməyi bacardılar. Və indi standart vəziyyət onların adını ötürmək isə Fəzaldən öncə müdafiə. Cərimə meydança səndəvərində kifayət qədər Neftçi adına oyuncusu var. Məsələ bu standart vəziyyəti. Qola çevirmək istəyirlər. Zərbə çəkdi və gol! Sözüm öz səsliğini tapdı. Məsələ korneri, standart vəziyyəti. Torlara yolama bacardılar.
Qolun adı qolun müəllifi isə Əkrəm Kərimovdur. Məhz görüşdə tilsim qırıldı artıq. Neftçi komandası 1, Xan 0. Köşkdən zərbənin standart vəziyyəti. Əkrəm Kərimov topu torlara yollayaraq komandası önə keçirdi. Bundan sonra daha maraqlı mübarizə izləyəcəyik. Belə görüşlərdə zaten ilk dəqiqələr kəşfiyyat xarakterli keçir. Komandalar bir qədər bir-birlərini analiz etmək istəyirlər. Risksiz oynayırlar. Amma artıq o tilsim qırılıb. Və artıq Neftçinin minimal hesab üstünlüyü var. Bir daha qeyd edək. Fatih Camalov ötürməklə başladı. Burada Eldar Tarverdiyev. Rəqibin təzyiqi. Cavab qolu gecikmir. Xan oyunçuları məhz hesabı bərabərləşdirməyə bacardılar. Burada qapçıya edilən pressing. 1-1. Qartlar yenidən paylanacaq meydanda. Neftçi 1, Xan 1. Neftçi bazada məhz bir-birlik bərabərlik var. Bir daha xatırladaq, 10 yaşlardan ibarət Respublika çempionatı və bu görüşdə biz Neftçi Xan kollektivlərinin üz-üzə görürük. Eldar Tarverdiyev Fəzal dəmləyə qatılmışdı. Osman Vəliyev Əkrəmə doğru ötürməyə məsələ görüşdə hesabı açmışdı. Top meydanı tərk edir. Qapıdan zərbə. Fatih Camalov Kamal yoldaşlarını axtarır. Diagonal bir ötürməsi. Burada Atan Nur Əliyevi düşürmüşdü. Bir qədər bərk alındı ötürmə. Atan Nur cəhd etsədir. Top meydanda saxlamaq mümkün olmur. İbrahim Namazov gövdəsilə rəqibini qarşısını kəsir. Xan oyuncularının bir üçüncü zərbə korner hissəyi var idi, amma ədalət təmsilçisi məhz qapıdan zərbəni işarə edirdi. Fatih Camalov. Yeniden Fatih ilə oynadı burada İbrahim. Mərkəzə doğru Osman Vəliyev. Əkrəm. Bir qədər cinağa çəkildiğinde ayaq saxladı. Komanda yoldaşlarını axtardı. Müdaxilə vardı Osman. Eldar Tarverdiyev var ötürməsi. Fəzal Əlizadə. Fəzal aldacı cəhdlər yerdə qaldı. Kobudluq var. Qayda pozulub. Tural Lətifovun məhz yetirmələri standart vəziyyət yerə yetirəcəklər. Təhlükəli bir əmlədir. Kifayət qədər məsafə var. Fəzal topun arxasında 3 nəfərin ibarət canlı set var. Fəzal qapıya doğru. Çox keçid vermir. Çox təhlükəli əmlə idi. Hər kəs intizarda saxladı Fəzal Əlizadə, amma nəticə hasil olmadı. Bir qədər səbir olun. Məhz fasilə əsnasında sizin də suallarınızı cavablandıracağım. Bir daha. Aferin. Dur, yaxşı hər şey, dur. Qahidə pozulmuyor. Davam etmək lazımdır İbrahim Namazov. Qismən topu uzaqlaşdırma bacardılar Fəzail. Xan uzaq məsafədən zərbəsi keçmir. Eldar və İbrahim ikilisi ötən dəqiqələr içində çox yaxşı işlər görürlər. Məhz rəqibin dəfələrlə həmlələrini qarşısını kəsməyə bacarıblar. Eyni əzimkarlığı biz indi Xanın 2 nömrəli oyuncusundan gördük. Cərmə meydansası daxilində Neftçi adında 4 oyuncu var. Qapı qarşısını açmaq istəyib, başla zərbə cəhdi keçmir. Məsələ küncdən zərbədə, kornerdə Neftçi oyuncuları topu torlara yollamışdı. Tam dəqiqlə desə Əkrəm Kərimovu görüşdə hesabı açmağa nail olmuşdu. 10 yaşlardan ibarət Respublika çempionatı Neftçi və Xan oyununda hələ ki bir birlik bərabərlik var. Bir daha qeyd edək.
Fatih Camalov. Komanda yoldaşlarını axtar. Ötürmə Osman Vəliyevə doğru. Osman Əkrəmə doğru çevirmək istəyir. Burada müdafiə həmləsi var idi. Eldar Tarverdiyev. Əkrəm ön almağı bacardı. Əkrəm bir qədər ayaq saxladı. Osmanlı qəddəmliyə. Sol ayaqla zərbə. Eldar. İbrahim Namazov özünü çatdırır. Atan Nur Əliyev. Genel ötürməsi Eldar qarşıladı. Atanur rəqibini qabaqlama bacardı. Hətta bu uzaqlaşdırmasaydı bir ötürülməyə də çevrilmişdi. Təzyiq öz bərəsini göstərdi. Referiyə toxunubdu. Atan Nur Əliyev bir qədər mərkəzi doğru ötürmə verirdi. Əkrəm. Atanur rəqibini aldatma bacardı. Ötürmə isə Fəzail. Eldar. Neftçi baza bir daha qeyd edir. 10 yaşlardan ibarət Respublika çempionatı Neftçi və Xanqa liqləri üzrədir. Görüşdə də bir-birlik bərabərlik var. Tam dəqiqliklə məhz fasilə əsnasında sizə suallarınızı cavablandıracağım. Bir qədər səbirli olun, zəhmət olmasa. Görüşdə artıq 12-ci dəqiqə oynanılır. Bunu xatırlatması edək. Təxminən olaraq ilk hissəni yarılamışıq demək olar. Eldar, Əkrəm Kərimov. İbrahim Namazov burada rəqiblə mübarizə apardı və bu mübarizənin qalib tərəfidir. Bir ara ötürməsi keçmədi. Çox kritik yerində bir müdaxilə. Osman. Eldar. Fəzail. Lətifov digər oyuncularının texniki zona ehtiyatlar skamyasında hazırlaşmasını istədi. Məhz irəliləyən dəqiqələrdə, hətta bir neçə dəqiqə sonra məhz potensial vəziyyətlərdə şahid olacaq. Aldadıcı cəhət və Xan kollektivi artıq hesabda önə keçir. 2-1. Belə bu qoldan sonra vəziyyətmələr baş tutur. Hesabı bir daha qeyd edək. Xan 2, Neftçi 1. Tam heyət dəyişdi Neftçidə. Qapını artıq Yunis Babayev qoruyacaq. Yəqin ki, güman edirəm ki, məhz ilk hissənin sonuna qədər Lətifov heyətə güvənəcək. Neftçi oyuncular top elə keçirməyi bacardı. Burada Məhəmməd Rəhimli rəqiblə mübarizə apardı. Seyid. Həvəsdən düşmür, yaxşıdır, yaxşıdır. Arxanda, o oyuncu arxanda. Baqa. Atıl! Yerdə işə! Yerdə işə deyil. Bir dənə də deyə bilərsin. Aferin. Eyb yox, eyb yox sən, eyb yox. Hissəli qazanan top. Seyid qarşıladı. Məhəmmədə çatmır top. Seyiddən arda təmlələri izləyirik. Bravo, İsko! Aferin İsko, aferin İsko! İsko orada! Qarşılaşmada artıq 14-cü dəqiqəni yerdə qoyuruq. Bir daha xatırladıq. 10 yaşlardan ibarət Respublika çempionatı və hal-hazırda Xanın 2-1 üstünlüyü var Neftçi önündə. İndi Xanın yeni bir həmləsi. Burada zərbə imkan verilmədi. Təkrar həmlə. Uzaqlaşdırma çəkdi Elmir Fərəzli topu uzaqlaşdırmaq istəyirdi, amma istədiyi kimi alınmır. Hesabdan bəhs etmişkən Xan kollektivi hesab arasındakı fərqi 2-yə yüksəltməyi bacardı. Oyun mərkəzə indi yenidən start götürəcək. Başla. Elmir Fərəcli. Amma referi məhz təkrarlanmasını istədi. Seyid bir ara ötürməsi. Sinan Yusuf Cəfərzadə proqram etməkdə bir qədər çətinlik çəkdi. İndi öndə pressing edirlər Yusif. Vəsiq edən oyuncu ötürməyə. Təhlükəli bir həmlə idi. Top çöldən yantorlar silkələdi.
Elleri tutmak lazım. Bravo bak. Yaxşı. Bəri, tez qərar verin, yaxşı. Bir ara ötürməsi. Bravo Seyit, bravo. Aferin, aferin. Hadi, ayak tutun. Elmir Fərəzli. Sol ayaqla indirilmiş zərbə düz qapçının üzərinə. Bir qədər də cinaha nişan alsaydı, bəlkə də fərqli bir senari izləyə bilərdik. Biraz kolda tutan. Hadi. Hadi, hadi. Bravo Maga. Vermir. Aferin Maga. Sık. Maga. Səid Muxtarlı. Feyk atdı rəqibə və Yunus Babayev. Diaqanlı ötürməyə. Yusuf Cəfərzadəyə çatma. Top uzaq məsafədə indirilmiş zərbə. Top qapının üzərinə meydanı tərk edir. Maga. Bir daha xatırladıq. Xan məhz 3-1 hesabı önündədir. Neftçi önündə. Babayev. Səid Muxtarlı. Bir aldacı cəhət. Cəqata komanda yoldaşı ötürmək istəyirdi. Bu Məhəmməd Rəhimlidir. Bir qədər mərkəzə bir ötürmə gəldi. Elmir Fərəzli. Ötürmə Məhəmmədin ön istiqamətində. Qapı qarşısına cəhd Məhəmməddən. Orada Yusuf Mustafalı ötürmək gözləyirdi. Yusuf indi geriyə çəkildi topu qazanması. Əla, biraz tez oyna qaqaş. Biraz tez oyna. Muska. Maga gel. Yerleşme. Yusuf ötürmə komandaşı və Məhəmməd. Bravo Maga. Aferin Azad. Aferin. Xanın yeni əmləsi, amma Ədalət Hacızadə rəqibin qarşısını kəsməyi bacardı Orada. və elə onun əmləsinə dolu müdaxiləsinə top rəqib edək meydan tərk etmişdi. Odur ki, Neftçi kollektivi altın top oyuna daxil etməlidir Ədalət. Komandalaşlarını səsləyir, bir qədər hərəkətlənsinlər deyə. Yunis, Səid Muxtarlı, iki dəfə birgə şıqadı onun üzərinə və topu qazanmaq istəyir burada. Səid əzimkarlıq göstərir. Ay Yusuf, harada oynayırsan? Səid mərkəzə doğru. Diqqətli, Aqil. Yusuf Cəfərzadəyə kəmlədə topu ram edə bilməmişdi. İndi təzyiq etdi topu qazanmaq üçün. Onun müdaxiləsi sonrası top auto yollandı. Xanın yeni əmləsi və Ədalət rəqibini qarşısını kəsməyə bacarır. İndirilmiş zərbə. Top torları yollansaydı belə məhz referi qayda pozuntusunu qeydə almışdı Ədalətə qarşı. Qayda pozulmuşdu. Ədalət Hacızadə məsləhət çəkən özü yeni topu Səid üçün buraxdı. Səid Muxtarlıdan uzun bir ötürmə istəyir. Komanda yoldaşlarının hərəkətlənməsini istəyib məsələ kifayət qədər komanda yoldaşı meydan rəqibət olan səsində mövqe tutmuşdu Məhəmməd. İki nəfərin əhatəsindən topu çıxarmaq istəyirdi, alamadı. Bir aldacı cəhd. Xan oyuncularına ötürməsi yaxşı alındı. Yusuf qapısını tərk etdi. Rəqibin ön istiqamətə qarşıladı. Real gol epizodunda məhz xilaskar rolunu oynamağı bacarır. Aferin. Bravo, Diyaz. Yusuf Mustafalı ayaq saxladı. Aferin. Dur Yusuf, dur. Diaqanal ötürmə. Yusuf. Cəfərzadə ötürməsi verdi orada. Hissəsi yox idi. Ötürməni ram edə biləcək. Səid. Marcel dönüşlə burada rəqibini keçmək istədi. Sonda rəqibin 7 nömrəli oyuncusu müdaxilə edir. Oyuncu bağlamadı. Oyuncu arxadır. Yusuf Mustafalı. Aferin. Diqqət, qavma təzyiq edilir. Ədalət. Rahat.
qarşılıqlı mübarizə izləyirik. Cəfərzadə yerdə qaldı, refer ayağa qalxmasını istədi. Bir qədər mübahisəli epizoddur. Yəqin ki, həm referinin qərarı ilə barışanlar, həm də barışmayanlar olacaq. Qarşılaşmada artıq 20 dəqiqənin gerdə qoyuruq. İlk hissədə son 5 dəqiqə. Bir də xatırladaq, 10 yaşlarından ibarət Respublika çempionatı Neftçi və Xan kollektivləri üzrədir. Xanın 3-1 üstünlüyü var Neftçi önündə. Fasilədə isə sizin bütün suallarınızı cavablandıracağım. Bir qədər səbirli olaq. Standart vəziyyət izləyəcəyik. Səid zərbəni yerinə yetirməyə hazırlaşır. 3 nəfərdən ibarət canlı Səid var. Səid. Canlı Səidin tam da arasından zərbə indirmişdi. Yaxın küncü nişan almışdı. Düşüncə olaraq yaxşı düşünülmüş bir əmlə, amma az-azıq dəqiqlik çatışmadı bu epizodda. Görə fasilədən öncə hesabda bir dəyişiklik olacaqmı? Neftçi fərqi minimuma indirməyə bacaracaq, yoxsa Xan fərqi bir qədər də artırıb daha rahat fasiləyə yollanacaqmı? Zərbə çəkdi. Fərq bir qədər də artır. 4-1. Hesabı Neftçidən Əkrəm Kərimov açmışdı, amma davamında biz 4 qol izlədik Xan adına. Bir qolun əvəzinə 4 qolla çıxdılar. Bir qol komandanı zənimcə bir qədər ümidləndirə və səsləndirə bilər. Məhəmməd. Yerləşmə! Yusuf! Rahat, top bizdə. Top bizdə qalsın. Yaxşı, abi, heç olmaz. Afərin abi. Yusuf Cəfərzadə. Mustafalı rəqiblə orada mübarizə apardı. Amma mümkün olmadı Cəfərzadə. Rəqibin eləməsinə imkan vermir. Sürüşmə fəndilə topu meydana çıxarmağı bacardı. İlk hissənin yavaş-yavaş sonlarda yaxınlaşırıq. Bir də xatırladaq, Xanın 4-1 üstünlüyü var Neftçi önündə. Ədalət Hacızadə. Səid. Məhəmməd Rəhimlinin mübarizəsi vardı. Əzimkarlıq göstərdi, amma topu meydanda saxlamaq mümkün olmur. Altın topu ilə daxil edilməlidir. Apar biraz, apar. Bravo, bravo. Gittik havada, o kendi geliyor. Diaqanlı ötürmək hissəyə keçmədi. Xan əmləsi. Top qapıdan aralı keçir. Yunus Babayev. Səid Muxtarlı. Təzyiq vardı. Onda Diaqanlı ötürməsi yaxşı aldı. Cəfərzadə yenidən qərar ötürməsi. Orada Məhəmməd Rəhimlini də düşünə bilərdi. Yəqin ki, görmədi komanda yoldaşları. Burada isə bir-birlərinə başa düşmədilər. Amma əmrlə davam edəcək. Mustafalı. Yusuf, bəs ya. Oyna da bir dəfə. Cəfərzadə. Elmiri qabaqladılar. Yusuf. Ədalət Hacızadə. Topa aid müdaxilə referi davam etmələrini istəyir. Xandan bir oyuncu yerdə qalıb. Referi oraya olan deyil, həmin oyuncunun yanındadır. Görək kimlərə ehtiyat duyulacaqmı? Yox, yaxşı görünür sanki. Bəli, mübarizə davam edəcək. Arka. Aferin sənə, arka. Hadi. İkisi də xatırlatması edək ki, son dəqiqə oynanılır. Xanın 4-1'lik üstünlüyü var Neftçi önündə. İkisi də son əmlələr, son cəhdlər. Məhəmməd Rəhimli təzyiq edib və bu təzyiq öz bərəsini göstərdi. Topu qazandı.
Məhəmməd bir rəqibini aldatsa da. Burada Xan oyuncularına köməyə çatan kəs olmuşdu. Seyid. 25'te. Referi saatına nəzər yetirir. Son epizodlar, son cəhdlər ilk hissədə. Məhəmməd. Rəqibini keçə bilmədi. Seyid. Riskə getmə, top meydana çıxardı və bu ilk hissədə son cəhd oldu, son epizod oldu. Elə bu əmrlərdə referi ilk hissədə bitirir. Xan Faziliyə 4-1 hesabı ilə üstün yollanan Neftçi önündə. Etçir ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik. Bir daha vaxtınız xeyir olsun, Esdol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladıq. 10 yaşlardan ibarət Respublika çempionatı bu görüşdə Xan və Neftçi kollektivləri üzrə hansı ki, İlk hissədə məhsuldar bir oyuna şahid olduq. Nə az çox 5 qol izlədik. Hesabı Neftçi komandasından Əkrəm Kərimov atsa da Xan bu qolun cavabında 4 qol, 4 cavab atəşi gəldi və Xanın hal-hazırda 4-1'lik üstünlüyü var. Bu fasilədə edilən məşvərət komandaya nə cür yararlı olacaq, nə cür təsir edəcək. İrəliyən dəqiqələrdə bu sualda cavabını tapacağıq. Və elə ilk hissədə start heyətdə gördüyümüz heyət hal-hazırda mübarizə aparır, zərbə və qol! Görünür ki, bu fasilədə edilən məşvərət komanda yararlı oldu. Osman Vəliyev topu torlara yollama bacardı. Fərqində bir qədər azalır, 2-4. Baba, isko verdin geç. Kaptı. İkinci hissənin əvvəlində başlamaz məhz Neftçi adına qol izlədik. Bir daha xatırladıq, Xan 4, Neftçi 2. Fatih Camalov. İbrahim Namazov. Korner yerintiriləcək. Xan adına. Qapıdan sava hər kəs meydana rəqabət olma hissəsindədir Xan adına. Burada ötürmək istəyir Fatih Camalov. Mövqe olaraq düzgün seçim etmişdi. Yaxın küncünü bağladı, amma ədalət təmsilçisi məhz topun meydanı tərk etdiyini qeyd edir. Və daha bir korner, daha bir küncdən zərbə yeni icraatdan və yenidən Fatih yenə ələ oynadı. Səhvsiz oynama davam edir. Zərbədə keçid verilmədi. Sürətli bir əks-zoom şansı yarana bilərmi? Əkrəm ötürməsi. Osman Vəliyev. Eldar. Tarverdiyev bir rəqibini aldatma bacardı. Tarverdiyev. Qapı qarşısına. Xan komandası hesab arasındakı fərqi yenidən 3-ə yüksəldir. 5-2. Nə qoyacaqlara bura? Hey, sayasını da top yok, adam top yok. Sayasını düş. Baba. Seyid. Bravo, düş. Fatih. Bir uzun ötürməsi Əkrəm. Ram etməyi bacardı rəqiblərini mübarizə aparır. Ötürmə Atan Nur Əliyev. Abi bir dənə.
Hiç olmaz. Benim ayağıma arka bakacağız. Ayağıma arka. İbrahim. Yatırsa. Atan Nur Əliyev. Zərbə cəhdi Osmandan. Seyid. Osman Vəliyev. Qapı qarşısına Əkrəm. Təkrar əmrə lazımdır. Atanur. Təkrar zərbə və gol. Əkrəm Kərimov komandasının üçün sözünün ikinci qolla imza atır. Dubl edir. Bayıldı ha. 3-5 oldu hesab arasındakı fərq. 2 indi yenidən. İkinci hissədə sanki Neftçi komandasını daha istəkli, daha vəsli görürük. Bu da məhz artıq hesabda özünü göstərir. Bir daha xatırladaq 10 yaşlardan ibarət Respublika çempionatı xanım 5 üçlü üstünlüyü var Neftçi önündə. Son qolun müəllifi eləməz. Görüşdəki ilk qolun müəllifi Əkrəm Kərimov olmuşdu Fatih. Osman'a doğru ötürmə Osman. Fəzal Əlizadə 2 nəfərin əhdəsindən topu çıxarmaq istəyirdi. Müdafiənin müdaxiləsi vardı Eldar Tarverdiyev. İbrahim Namazov oynadı. İbrahim. Eldar. Sinağa doğru Osman ram etməyi bacardı. Sərt şəkildə Kirəmə doğru. Son oyuncular özləri çatdırdı və korner olmasın deyə topu yan xəttə meydandan çıxardılar. Eldar ötürməklə başladılar. Amma topu meydanda saxlama mümkün olmur. Atan Nur Əliyev sinəsi ilə ram etdi. Zərbə indirməsi sistem alınmadı. Yenidən təzyiq edirlər. Tarverdiyev rəqibini qabaqlama bacardı. Bir ötürmə hissəyi. Zərbə çəkdi Fatih. Camalov. İbrahim Namazov. Bu zərbə ötürmə xarakterləri daşımadı, eləməz. Uzaqlaşdırma cəhdi bir qədər də qapıya istiqamətlənmiş, yönəldilmiş zərbə idi. Eldar Tarverdiyev 2 nəfərin arxasına topu çıxardı, zərbə cəhdi. Xanada daha bir qolun şahidi olduq. 3-6. Neftçi 3, Xan 6. Seyid. Osman Vəliyev. Rəqiblə mübarizə apardı Osman, rəqibini keçməyi bacardı. Top sanki ayağına yapışıb. Əkrəm də bu təzyiq altında Əkrəm, bir aldadıcı cəhd. Qarşılıqlı mübarizə izləyirik orada Əkrəm. Qapı qarşısına ötürmək istəyi və müdafiəçilərin müdaxiləsi korner. Zərbə meydançası səndəvərində məhz Neftçi adına 4 oyunçu var. Qapı qarşısına asma gələcək. Ötürmək istəyi başla zərbə. Qapı arxasında Seyid Muxtarlı gözlürdü, zərbə indirdi, amma topu çərçivəyə yönəldə bilmir. Atanur. İbrahim Namazov. Hüseyli qazanıb top.
Fəzail. Atanur. Qayda pozulmayıb, davam etmək lazımdır. Geç sonu birebir. Bravo. Aldadıcı cəhdlər burada. Səid Muxtarlı rəqibinin qarşısını kəssi, zərbə cəhdi alınmır. Sonra yat, sonra. Abi ne oldu? Atanur. İbrahim Namazov müdaxiləsi vardı. Namazov. Aferin, aferin. Hadi lan. Bir daha xatırladıq 10 yaşlardan ibarət Respublika çempionatı Neftçi və Xan komandaları üzrədir. Xanın 6-3'lük üstünlüyü var. Neftçi önündə 2 kifayət qədər vaxt var. Təxmin olaraq da 15 dəqiqə mübarizə davam edəcək. Bravo Agi. Bir qol geri dönüşü müjdəsini verə bilər. Ötürmə isə burada qaçıl oyunçunun kombinasiyası imkan vermədi. Eldar! Tarverdiyev uzaq məsafədən zərbə elmişsə sol ayaqla bir zərbə izlədik. Qapçı keçid vermədi. Bu dəqiqələrdə hücumlarını kəsələrini təzyiqi bir qədər də artırıb Neftçi komandası. Oyunçunun əlinə dəydi. Referin gözündən yayınmır. Standart vəziyyət. Zərbəsi. Görək zərbəni kim yerinə yetirəcək? Lətifov seçimi məhz oyuncuların özünə buraxır. Səid Muxtarlı deyəsən zərbəni yerinə yetirməyə hazırlaşır. 3 nəfərdən ibarət canlı Səid. Gol gəlirmi? Səid bu bir ev tapşırıqdı. Eldar! Zərbə cəhdi keçmədi. Tarverdiyev, Tabir Əmlə və korner. Bu dəqiqələrdə Neftçi oyuncuları məhz Xan kollektivini meydanın özlərinə aydınlanan hissəsinə bir qədər həbs ediblər. Osman Vəliyev rəqibinə hücumuna imkan verilmədi Eldar Tarverdiyev. Osman çətinliklə də olsa topu meydanda saxlama bacardı Tarverdiyev. Bir rəqibini yola saldı. Cinatın yenəmli olacaq Tanur Əliyev. Tümə bir qədər izafi güclə edilmişdir. Rahmetmətə çətinlik çəkdi. Səid. Bu dəqiqələrdə oyunun tempi də bir qədər artıb. Qarşılıqlı həmlələr izləyirik. Referi qapıdan zərbəni işarə edir. Fatih Camalov gözü ilə gəzər kəsib. Tarverdiyevlə oynadı yeni cinata. Osman Vəliyev də səhv etmirsə. Osman! Atanur Əliyev. Tirdi topu qazandı. Atanur bir rəqibini keçməyə bacardı. Daha sonra rəqib artıq çatırdı və topu rəqibinə vurub meydandan çıxardı Səid. Fəzail Əlizadə. Fəzail. Səid. Uzaq məsafədən zərbə keçmədi. Səid Muxtarlı. Bir avra ötürməsi Osman Qatəmliyə. Osman Vəliyev. Onun aktivində qol var. Bir qədər. Körtəbi əmlə izlədik. Və deyəsən əvəz etmələr başlayacaq Neftçi heyətində. Gəldi Fatih. Bəli, Tural Lətifov digər yetirmələrini meydana buraxır. Görə bu əvəz etmələrin komandası komandaya daha doğrusu faydası olacaq. Fatih Zamanın əvəzinə Yunis Babayev müdafiədə biz ədalətlə Səidi görəcək. Mərkəzə Elmir Fərəzli, cinalarda Yusif Cəfərzadə, Yusuf Mustafalı, Fəzail Əlizadə tək meydanda qaldı və bir də Məhəmməd Rəhimli görüşdə mübarizə aparacaq. Və yerdə qalan oyuncu var. Kimlər də meydana daxil olduğu üçün tibbi yardım. Ədalət orada yerdə qalmışdı, ayağa qalxır.
Bir daha xatırladaq 10 yaşlardan ibarət Respublika çempionatı bu görüşdə Xan və Neftçi komandaları üstədir. Xanın 6-3'lük üstünlüyü var Neftçi önündə. Oyun baxımından həqiqətən də yüksək tempdə və məhsuldar oyunu şahidik. 9 gol izləmiş ötən dəqiqələr ərzində və zənnimcə bu solun deyil. Sabahın oynadı. Bir də ki, bu qollar gələcək olur. Mən Neftçi komandasına gələcək. Bu da aldatıcı cəhət. Yusuf Cəfərzadə rəqiblərini bir-bir aldatdı. Ötürmə verməli idi ya da zərbə indirsəydi, daha fərqli bir ssenarinin şahidi ola bilərdik. Elmir Mustafa Əmliyə qatıldı, amma referi qayda pozuntusu qeydə alır. Abi qapıya saxtıra bir son qol deyə qapısı görmür. Görmür qapısı abi. Qabaqdadır. Kvadratı bək var. Kvadratı bək var abi. Elbiri tut. Elbiri tutma. Kvadratı bək var. Abi güzel qamuru. Qapı qarşısını ötürməyi istəyir. Ədalət. Uzaqlaşdırmaq lazımdır. İndirilən zərbə təhlükə ləmlə idi. Hər şey yaxşı qurtardı Neftçi adına. Tələsmə, tələsmə. Ha gidiş skor tezlik. Skor, korksa başla. Bravo, skor. Səyid da gövdəsi ilə rəqibinin qarşısını kəsir. Bir də qayda pozuntusu qeydə almadı. Sadəcə oyuncu yerdə qaldığı üçün oyunu saxlamışdı. İndi sərbəst atışla oyun bərpa olunur. Məhəmməd Rəhimli zərbə cəhdi qapısı 2 həmlədə topu özündə saxlamağı bacardı. İçinə doğru ötürmə. Məhəmməd pressing edirdi. Top meydan tərk edir Məhəmməd. Bəzimkarlıq, səbat topu komandasına qazandırdı Yusif. Bravo, bravo. Olar idi, olar. Ədalət. Yusuf Mustafalı ram edə bilmədi. Səyid. Yusuf Cəfərzadə yüksəkliyi qazandırdı. Adaşı hərəkətlənmişdi Cəfərzadə. Qarşılaşmada son 8 dəqiqə və bir daha xatırladaq, Xanın 6-3'lük üstünlüyü var Neftçi önündə. Məhz qalan dəqiqələr ərzində Xan komandası daha bir qolla rəqibin qalan ümidlərini qırmaq istəyəcək. Neftçi komandası əvəzləmək üçün bir qol axtarır. Başla zərbə cəhdi keçmir. Ədalət. Yaxşıdır Səyid, yaxşıdır. Aferin Səyid, yaxşıdır. Top meydanda saxladı, amma bir qədər rəqib üçün Ədalət. Qazandılar topu Səyid. Qarşılıqlı top itkisi izlədik. Pas istə, Agi. Desən korner yoxsa Yaxovdən. Altın top oyuna daxil edilir. Qapıdan zərbə. Önüs Babayev. Cinahda Ədalət özünü göstərdi. Məhəmməd və Yusuf Mustafalı onlar özlərini təklif edirlər mərkəzdə. Məsələn, onlardan birinə doğru bu ötürməkdir. Mustafalı və Elmir Fərəcli. Xanın yeni əmlə Sara ötürməsi Ədalət. Hacızadən çox kritik yerində bir müdaxilə. Da Məhəmməd bir rəqibini aldatdı. Məni vurmuşdu, nə aldı? Səyid. Ötürməsi yaxşı alınır Mustafalı. Bir qədər ayaq saxladı Məhəmməd, ötürmək istəyirdi.
Seyid. En geriye. Yunus Babayev. Mərkəzə doğru ötürmə. Yusif. Kameram biraz arkaya çekersen. Ədalət. Ədalət Əzizadə. Mehmet. Karşılaşmada artıq 46-cı dəqiqə oynanır. Son 4 dəqiqə. Hesab arasındakı fərq 3-ə bərabərdir. Burada geridən gələn oyuncunu görmədi. Yusif zərbə və gol! Yusif Cəfərzadə. Geridən gəldi. Görünmədi. Topu torlara yollamağı bacardı. Fərq 2 edir. Gol. Topu torlara yollamağı bacardı. Fərq 2 edir. Gol zənimcə komandanı bir qədər əvəzləndirə bilər. Neftçi 4-6. Son dəqiqələr daha maraqlı keçəcək kimi görünür. Təzyiqi, presingi bir qədər də artırmaq istəyəcək Neftçi komandası. Elmir Fərəzli top elə keçirməyə bacardılar. Elmir bir qədər mərkəzə çəkildi. Ara ötürməsi Cəfərzadəyə çatmadı. Bravo Yusuf. Bravo Maga. Seyid. Ədalət Hacızadə sürüşmə fəndilə topu meydandan çıxarır. Bir daha xatırladaq, 10 yaşlarına ibarət Respublika çempionatı Xan və Neftçi komandaları üzrədir. Xanın 6-4-lü üstünlüyü var Neftçi önündə. Təxmin olaraq görüşü bitməsinə isə 3 dəqiqə yarım vaxt qalıb. Cəfərzadə burada özündən topu bir qədər rəli buraxır. Mustafalı adaşıb. Onun köməyinə çatdı. Mustafalı. Yusif. Elmir. Sərbə indirdə alınmadı. Məhəmməd Rəhimli bir zərbə çəkdi. Açı mövqe olaraq düzgün seçim etmişdi və rahatlıqla topu mənimsəməyi bacarır. Burada referinin gözündən yayındı. Yerdən bir müdaxilə var idi. Topsuz müdaxilə. Hadi düşsün ortaya. Maga kabağa iste. Atdan top oyuna daxil ediləcək. Xan kollektivi yaxətlə top hərəkətliyi qazandırır. Maga yakma gel biraz. Ədalət. Səhət Muxtarlı orada rəqibi ilə mübarizə aparırdı. Məhəmməd Rəhimli araya girdi. Seyid. Bir ara ötürməsi Mustafalı. Orada yəqin ki topu Elmirə doğru çevirmək istəyirdi, alınmadı. Seyid bir qədər uzaqlaşdırmaq cəhdi idi. Qarşılaşmada son 2 dəqiqə və hesab arasındakı fərq də 2-yə bərabərdir. Tələsir artıq Neftçi oyunçuları. Ədalət Hacızadə. Seyid. Məhəmməd pressing edir Məhəmməd. Bu təzyiq öz bərəsini göstərdi. Məncə korner olmalıdır, bəli. Gücdən zərbə yeri etiriləcək.
Ötürmək sev. Yunis. Seyid. Bir aldacı cəhət rəqimi yola saldı. Elmir Fərəcili sönə bilmir. Elmir. Elə bu həmlə son həmlə oldu və referi qarşılaşmanı bitirdi. Maraqlı bir görüş izlədik. Bu görüşdə məhz Xan və Neftçi kollektivləri üzə gəlmişdi. Xan komandası 6-4 hesabı ilə Neftçi məğlub edir. Gözəl oyun üçün hər iki komandaya təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.